Özbəkistanla bağlı bir yanlış təsəvvür var ki, bu da Avropalı turistlərlə əlaqədardır. Avropa vətəndaşları Özbəkistana səfər etməzdən əvvəl bu ölkə haqqında tamamilə fərqli bir təsəvvürə sahib olurlar. Məsələn, bir çox Avropalı Özbəkistanın müsəlman ölkə olması səbəbilə burada güclü dini təzyiqin olduğunu düşünür. Hətta qadınların tamamilə örtülü geyindiyini zənn edənlər də var. Bundan başqa, ölkədə idarəçiliyin sərt olduğuna dair şübhələri var. Halbuki Özbəkistan kifayət qədər müasir bir ölkədir. Burada yaşayan insanlar din və inancları baxımından azaddılar. Buna görə də Özbəkistan, Qazaxıstan və Rusiya kimi cəmiyyətlərin mədəniyyətinə daha yaxındır. Burada ərəb mədəniyyətinin dominant olduğu bir həyat tərzi mövcud deyil. Üstəlik, ölkənin Əfqanistana yaxın olması səbəbilə təhlükəsiz olmadığı düşünülür, lakin belə bir vəziyyət yoxdur. Özbəkistan Türk dövlətləri arasında yaşamaq üçün ən əlverişli ölkələrdən biridir. Hətta bu ölkədə ABŞ dolları qazanaraq yaşaya bilərsiniz. Öz krallığınızı qura bilərsiniz. Çünki pulun gücü Özbəkistanda da digər ölkələrdə olduğu kimi bir çox qapıları açır. Ölkədə cəmi 100 dolları dəyişdirdiyiniz zaman sizə dəstələrlə Özbək sumu verirlər. Şübhəsiz ki, Özbəkistana səfər etdiyiniz zaman diqqətinizi çəkən ilk şeylər qapalı bazarlar, ticarət yerləri və çörək olacaq. Ölkənin hər yerində çoxlu çörək sexləri var və burada insanlar dayanmadan çörək bişirirlər. Özbəkistanda daha əvvəl dadmadığınız müxtəlif çörək növlərini tapa bilərsiniz. Maraqlı olan odur ki, bu ləzzətli çörəkləri təxminən 40 qəpikdir. Azərbaycan pulu ilə. Ölkənin yemək mədəniyyəti əsasən ət üzərində qurulduğundan burada ət də olduqca ucuzdur. Məsələn, bir şiş kababı cəmi 4-7 manat arası alıb yemək olar. Özbəkistan xalqı da çox qonaqpərvər və güləriz insanlardır. Bundan başqa, bazarlar həm böyüklüyü, həm də satıcı piştaxtaları görünüşünə görə bizim bazarlara çox bənzəyir. Bazarda gəzərkən insanların gözlərinin işıldadığını və sizə səmimi şəkildə gülümsədiklərini görürsünüz. Özbək xalqına diqqətlə baxdıqda gözlərindəki parıltını hiss edə bilirsiniz.